qaçar dağ üstə, bülbül uçar bağ üstə. Maral qaçar dağ üstə, bülbül uçar bağ üstə. Niyə məndən küsürsən, dağ çəkirsən dağ üstə? Niyə məndən küsürsən, dağ çəkirsən dağ üstə? Getmə, getmə maralım, nə ki dərdin var alım. Gözünə düz baxmasam, gözlərimdən sarar. Getmə, getmə maralım, nə ki dərdin var alım. Gözünə düz baxmasam, gözlərimdən sarar. Sev ki sevən mərd olar, sevməyən namərd olar. Sev ki sevən mərd olar, sevməyən namərd olar. Sevəsən ayrılasan, bax bu yaman dərd olar. Sevəsən verməyələr, bax bu yaman dərd olar. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Sənə könül bağladım, çaylar kimi çağladım. Sənə könül bağladım, çaylar kimi çağladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Mən səni bir duyğu tək ürəyimdə saxladım. Qara qaşın bir qara, kibriyində bir qara. İnanmasan eşqimə, and içərəm bir qara. Qara qaşın zil qara, kibriyində bir qara. İnanmasan eşqimə, and içərəm bir qara. Sözün mənə qənd olar, rəqibə işgənd olar. Sözün mənə qənd olar, rəqibə işgənd olar. Bülbül də gül bağında, bircə gülə bənd olar. Bülbül də gül bağında, bircə gülə bənd olar. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Sevgilini qınama, inanırsan sınama. Dolanaram başına, gəlin olsan alama. Təki sevənlər heç zaman ayrılmasın deyirik. Çünki dünyanı sevgi və gözəllik xilas edəcək. Təşəkkür edirik bu gözəl ifaya görə. Respublikanın əməkdar artisti Təhər Bayramov və onu müşahidə edən sənət yoldaşları bu səhər çağı bu bayram günündə xüsusi bir ovqat yaratırız. Minnətdarıq sizə, təşəkkürümüzü bildiririk. Sabahınız xeyir olsun deyirik əziz tamaşaçılarımız. Sizlərə bugün əlamətdar bir günə təsadüf edib sizinlə görüşümüz ölkəmizdə 26 iyun Silahlı Qüvvələr günü qeyd olunur. Ordumuzun bütün şəxsi heyətini bu bayram münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirik. Yeni qələbələr arzu edirik. Günü-gündən çiçəklənən, inkişaf edən Azərbaycanımızın hərbi qüvvələri üst döyüş strategiyasını, döyüş əzmini daima artırır və xalqımız ordumuzun gücünə, qüvvəsinə hər zaman inanır. Bütün əskərlərimizi bu səhər çağı buradan salamlayırıq. Bu gözəl ifanı onlara bir töhfə olaraq, bir sovqat olaraq göndərdik və bu cür yaxşı əhval-ruhiyyə ilə də start verdiksə davamı da belə olacaq inşallah. Bugün həmsöhbət olacağımız qonaqları sizə təqdim etməyi istəyirəm. Filologiya üzrə fəlsəfə doktora, şairə Adilə Nəzərova və şair Əlvahid Çaylı bugün bizimlə bərabərdir. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun deyirik sizə. İnşallah ümid edirəm ki, yaxşıdır hər şey, əhval-ruhiyyə yerindədir, eləmi Adilə xanım? Salamlayasınız bizi, izləyənləri sizdə. Mən də sizləri salamlayıram. Ekran qarşısında bizə tamaşa edən tamaşaçılarımızı salamlayıram. Onlara belə gözəl səhər çağı, bayram ovqatı arzulayıram və milli ordumuzun bütün üzvlərini
təbrik eləyirəm. İnşallah bizə gələn il bu bayrama qədər qələbəni onlar gətirsinlər. İnşallah deyirik. Əlbət mən, buyurun. Mən də sabahınız xeyir olsun deyirəm. Bugün bizi izləyən tamaşaçılarımızın ovqatına bir gözəl sovqat pay göndərmək istəyirik həqiqi mənada. Nə gözəl. Əslində, əgər bu cür başladıqsa, mən düşünürəm ki, bir patriotik ruhda şeir söylənirsə, bu səhər şair çox yerinə düşər. Çünki əslində hər bir şairin yaradıcılığında, poeziyasında bu mövzular bir ana xətt kimi gedir də. Ədli xanım, elə deyilmi? Nərgiz xanım, bugün qeyd etdiyiniz kimi burada daha gözəl, daha ruhlu, qələbə ruhlu şeirlər söylənməlidir bəlkə də. Ancaq mən şəhidlərimizə həsr elədiyim bir şeirlə ordumuzu salamlamaq istəyirəm. Dayan, ey yoldan ötən, ayaqlama o yeri. O yer vətən eşqi ilə döyüşən şəhidimin qəlbi atdığı yerdir. Könüllü yazdı baxdım, zirvəyə qurdu taxtın, Qarabağın qan vaxtın əyninə geyindiyi, qana batdığı yerdir. Silərkən alnımızdan al qanıyla kömürü, arzularından əvvəl o gənc cavan ömrü başa çatdığı yerdir. Bahar üçün, bar üçün, sərvət üçün, var üçün, ana, bacı, yar üçün şəhidimin mübarək yeri yatdığı yerdir. Dayan, ey yoldan ötən, ayaqlama o yeri, ayaqlama o yeri. Təşəkkürlər. Şəhidlərimizin ruhu şad olsun deyirik. Amin. Onlar ölməzdilər. Bəli. Və onların bu fədakarlığı düşünürəm ki, bizi qələbəyə daha bir addım yaxınlaşdırır. Səsləyəcək. Buyurun, Əlbət mənim. Mən deyərdim ki, vətən, torpaq harada varsa, orada vuruş da var. Aprel ayının ikisindəki o şücayət, əskərlərimizin o göstərdiyi şücayət doğrudan da biz yazarları ruhlandırdı. Mənim də dövrü mətbuatda çap olunan şeirlərimdən birini istərdim ki, sizi ərmağan edeyim həmin əskər yoldaşlarımıza, qardaşlarımıza. Müharibəyə sevinməzlər, bugünkü günə sevinirəm. Keçmiş səhvə deyinməzlər, gələcək ünə sevinirəm. Haydi irəli igid əskər, yolunu gözləyir bu səngər, açıb sinəsini deyir sən gəl, bu qələbəyə sevinirəm. Ər toxumlu igidlər əkdik, susmadıq, düşmən bağrın əzdik, vətən deyib torpağın gəzdik, imana, dinə sevinirəm. Aman verməyin qaça düşmən, bu gedişinizlə gülər gülşən, ata da, ana da olar şən, indi bildin kimə sevinirəm. Azad etdiniz neçə kəndiləri, dağıtdınız dağılmaz sədləri, oyadıb arzu ümidləri, gələcək ilə sevinirəm, gələcək ilə sevinirəm. Təşəkkürlər, çox sağ olun. Söz yox ki, baş verən bu hadisələr şair qəlbini titrətməyə bilməzdi. Və elə burada bir kitabınızı görürəm, Söz Qibləgahım adlanır. Elə qəlbinizi titrədən hansı hadisələr var, sonra köçürmüşsünüz. Siz elə deyil mi, Əlvahid müəllim? Nədir söz bir şair üçün, xüsusilə Əlvahid müəllim üçün? Bilirsən, söz elə bir varlıqdır ki, el deyimi də var, deyir, qılınc yarası sağalar, söz yarası sağalmaz. Söz bizə dahilərimizdən ərmağan olunmuşdur. Onu ömrü boyu biz həmişə əziz tutmalıyıq. Qaldı söz qibləgahım, hər bir insanın doğulduğu yurt, yuva onun qibləgahı sayılır. Sonra oradan pöhrələnir, çiçəklənir, başlayır addımlamağa. İrəlilədikcə onun düşdüyü başqa mühitlər, başqa şəhərlər ona doğmalaşır. Ancaq onun söz qibləgahı, o doğulduğu, bələndiyi ocaq var, yurt var, yuva var, oradan başlayır. Deyir, qəm, qüssə, kədər biraz az olaydı, çıxıb çəmən seyri gəzə biləydim. Ömür piyaləm bir bulaq olaydı, dostların qəlbinə süzə biləydim. İçib keflənəydim bir anlığına, düşməyəydim vaxtın qaranlığına, bir nurlu sabahın aydınlığına insanlıq kodeksin yaza biləydim. Cavanlıq qalaydı illər boyunca, sevib seviləydi dostlar doyunca, namərd fələk Əzraili duyunca, zəhərli başları əzə biləydim. Əlvahid sözün deyər mərdanə, gözəllər gözündə gülər dürdanə,
Şair canın qurban deməz hər cana. Kaş canı canımla üzə biləydi. Kaş canı canımla üzə biləydi. Teşekkür ederim, çok sağ olun. Daha barışmışam bu dünyayla deyirsiniz Adilə xanım. Əslində şairlər çox zaman dünyayla bir qədər küskün olurlar da və çox vaxt da barışmırlar. Sizdə necə oldu barışıq? Yəni dünya siz deyənə gəldi, yoxsa siz dünyanın olduğu kimi qəbul elədiniz? Əslində dünya biz deyənə heç vaxt gəlməz. Dünyanın öz qanunları var. Onlar bir şey xatırladım. Alman filosofu Sokratın bir sözü var idi. Deyir, mənim başımın üstündə nə qədər aydın səma olsa da, ürəyimdə bir əxlaq qanunlar hökm sürürdü və ona görə mən azadlığı ancaq qələmimdə yaşadım. Mənə elə gəlir ki, biz də dünya ilə barışmayıb neyniyəsiyik? Başqa bir çıxış yolu yoxdur. Çıxış yolu yoxdur. Ona görə də elə içimizdəki əxlaq qanunlarına tabe olub, çünki içimizdəki əxlaq qanunları deyir ki, dünya ilə barışmaq lazımdır. Çünki bu dünyanın bir yiyəsi var, yaradanı var, kainatın. Ona görə də biz məcburuq onunla barışmağa. Mən də qərara gəldim ki, elə barışsam yaxşıdır. Şeirlərinizdə də var mı? Var. İstərdim, bilmirəm, indi seçimi sizin öz ixtiyarınıza verirəm. Bir şey də sizdən alın, Adilə xanım. Nərgiz xanım, dünya ilə barışmaq üçün könül yiyəsi olmaq lazımdır. Ona görə sizə bir könül yiyəsi şeir oxuyum. Bu da cavabım olsun. Öz-özümü yaman yordum. Bəxtsiz bəxtə yiyə durdum. Söküldükcə tikdim, qurudum. Kəsilmədi ah naləsi. Mənəm o könül yiyəsi. Sevən qəlbə toxunmadım, azı varsa çoxunmadım, dərdimə əl qondurmadım. Mənəm o dərdin yiyəsi. Mənəm o könül yiyəsi. Səfa yayıldı sanıma, cəfa yazıldı alnıma, girdim eşqin meydanına, tək məbud vardı öyəsi. Mənəm o könül yiyəsi. Gecə keçdi, söküldü dan, oyuldu bu sinəm şan-şan, üyüldü məni dəyirman. Dənəm, sorma taniyəsin. Mənəm o könül yiyəsi. Həqiqətlər ağırdılar, dilim, ağzım fağırdılar, gözlərim çox çığırdılar, içdilər qəm piyaləsin. Mənəm o könül yiyəsi. Gözü çəkən buluddan nəm, göz yaşı daşı dələnəm. Çağır gəlim, ayadinəm, canım ruhunu giyəsi. Mənəm o könül yiyəsi. Mənəm o könül yiyəsi. Şairin deyəsən könlünə, qəlbinə dəymək çox asandır, deyil mi Adilə xanım? Şairlər kövrək olurlar. Həssas olurlar. Şairlər həm də düz sözün ustası olurlar, eləmi Əlibət müəllim? Düzü bir zamanlar Füzuli demişdi ki, aldanma ki, şair sözü əlbət ki, yalandır. Onda belə çıxır ki, şair həm düz sözün, həm də yalan sözün ustasıdır. Yerinə düşür həqiqi mənada. Deyir, ocağımdır quru odunla yanan, yaşı yandırmaram tüstüsü yolar. Ay el obamdan əl üstü söz salan, çəmənin bülbül tək xəstəsi yolar. Qardaş, bacı adlı xəstə dürək, tufan qar gətirər, əstirər külək, arzunu arzu ilə sevdirər dilək. Şairlər düz sözün ustası yolar. Şairlər düz sözün ustası yolar. Həqiqi mənada şair qəlbi incə olur. Deyərdimsə, güldən də incədir, həqiqi mənada. Bu, bilmirəm, hamı da yəqin o şair təbiətli insanların öz qəlbindəki olan o incəlik onun iç dünyası ilə səsləşir. O mənəvi kriteriyalar var. O kriteriyalar onu narahat edir. O çünki qarşındakı duran, o şairin qəlbinə dəyən, valla şair ilahi ilə səsləşən bir varlıq. Alimdir, şairdir. Bunlar ilahiyə yaxın insanlardır. Sağımda alim oturub, solumda da bir şairə oturub, həqiqi mənada. Bu doğrudan da elə bir ab-hava yaradır ki, həqiqi mənada məcbursan ki, o şairə deyilən sözün cavabını həmişə sən qələm alasan, sözlə. Yol üstə yol gedər ömür karvanım, sönar bir parlayan şamı insanın.
ayağı yer tutub əl gətirməsə, el içində qalmaz adı insanın. Dahilər dahiyə arxa gərəkdi, düz insanı yıxan küydü, kələkdi, şairlər sirrini bilən mələkdi. İlahidən gülsün bəxti insanı. Çaylıdır torpağım, əsən yarpağım, zirvədən boylanar ana bayrağım, İçidər qanımı, isti ocağım, qeyrət başda tacı, taxtı insanı. Ağsaqqal, ağbirçək, qolum, qanadım, önündə baş əyər qoca palıdım. Qurana həkk olub yeganə adım, sınmasın budağı, şaxı insanı. Sınmasın budağı, şaxı insanı. Əslində sözü çox maraqlı bir məqama gətirdiniz siz. Dediniz, alim. Bəli, alim, biz az öncə söylədik ki, bəli, filologiya fəlsəfə doktorudur Adilə xanım. Adilə xanımla yan-yanaşa əyləşmişəm. Nə gözəl. O bizim gələcəyimiz arxadan gəl. Mən 60-70-ə gedirəm. Xanım hələ gəncdir. Qabaqda da onun fəaliyyəti. Allah ömür versin sizə də. Allah sağ olun, çox sağ olun. Əslində alimlik və şairlik bir arada necədir Adilə xanım? Bunlar məndə ikisi də yaxşı yola gedirlər. Bəli. Ərəb əsilli yazıcı Cəbran Xəlilin bir sözü var, fikri var idi. Deyirdi ki, alimliklə şairlik arasında incə bir cizgi zolaq var. Əgər şair bir addım alimə tərəf keçirsə müdrik olur, alim bir addım şairə tərəf keçirsə dahi olur. Təbii ki, bu fikir mənə hələ biraz əl çatmazdı. Mən özümü nə müdrik, nə alim, dahi hesab eləmirəm. Ancaq çalışıram ki, o incə cizgidə biraz zigzaqlar eləyim. Bilmirəm nə dərəcədə nail oluram, onu da oxucular bilir yəqin Sözsüz ki. Deyirsiniz, həyat yolları, qəlbləri, dünyaları birləşdirən və ayıran bir körpüdür. Biz bu körpüdən əslində biz insanlar keçirik. Rahat keçməyimiz üçün nələr lazımdır? Bu bizim əlimizdədirmi, yoxsa taleyin əlindədirmi? Biz nə qədər də desək ki, bizim əlimizdədir, ancaq mən qəbul edirəm taleyimizə yazılanları. Bir də həyat yolları dedikdə hər günümüz, hər addımımız həyat yoludur. Hər gecə sabahki günə bir yol açır bizə sabahki gün üçün. Hər gecə olmasa sabahki günü yaşaya bilmirik. Deməli, hər an, hər dəqiqəmiz bir yoldur. Mənə elə gəlir ki, insanlar yol ayrıcında əsas odur ki, qalmayasan, addımlamağı bacarasan. Amma insanlıq kodeksindən az öncə Əlvahid mənim şeirinizdə belə bir misra var idi, söylədiniz. Həm də deyirsiniz, insan olmaq çətindir. Nədir onu çətinləşdirən amillər? Bilsənmi, hamı bir-birinə deyir ki, bu nə mədəniyyətli insandır. Biz səhər-səhər bu tamaşaçılarımıza bir gözəl bir sovqat payı eləmək üçün həqiqi mənada bu xırdalıqlara getməliyik. Mədəniyyətin çox qolları var. Var geyim mədəniyyəti, var yemək mədəniyyəti, var gəzmək mədəniyyəti, var dil, danışıq, üslub qaydası mədəniyyəti. Bunların hamısı bir yerə toplaşanda bu əxlaq kodeksi var. Əxlaq kodeksində əgər orada insanlıq yoxdursa, insanlıqdan əsər əlamət yoxdursa, istəyirsən şair olmuşsan, alim ol. Onun, o Allah ruhu şad olsun, Nizami Gəncəvinin gözəl bir sözü var, nəzm şəklindədir. Mən indi onu öz sözlərimlə deyəcəm həqiqi mənada. Deyir, bir quyuya bir kuzə salla. Əgər o kuzə gedib o quyudan suyu gətirirsə, sənin deməli yaşamağına dəyər. Əgər kuzə gedib boş gəlirsə, heç nə gətirmirsə, istəyirsən 60 il yaşa, istəyir 70 il yaşa, istəyir 80 il yaşa. Kuzə əgər gedib oradan su gətirsə, deməli sən haradasa 40 yaşında mı, 30 yaşında mı, 50 yaşında mı fərq eləməz. Sən deməli həyata lazımlı insansan. Bəli. Ona görə də mən istərdim ki, bu günləri bu qeyd elədiniz birinci il açılışda bu vətənimizlə bağlı mən doğrudan da sevgi şeirlərim biraz azdır, vətən şeirlərim çoxdur. Bəli. Mən vətənlə bağlı adamam, çox yurda, yuvaya bağlı adamam. Deyir, anadır anamın anası torpaq, şairlik gətirdi öz balasına. Budaqlar aşıqı sonası yarpaq, çağırar quşları öz yuvasına. Təbiətin gözəl qanunları var, belə gözəlliyi duyanları var. Ağıllı qocası, cavanları var, bərəkət gətirər el obasına.
Qoruyar vətəni yağı düşməndən, uzaq olar dərddən, qüssədən, qəmdən, böyüdər övladın özü bilmədən, qaytarar borcunu öz anasına. Tanrı da unutmaz bu yaxşılığı, ölməz gözəlliyi, min yaraşığı, iç dünyamızda olan naşılığı, alar da, satar da söz bahasını. Xəlilliyəm, xəlil olubdu babam, unutmaz məni el-obam, alışar çırağım, alışar sobam, qurbanam yurdumu, öz havasına, qurbanam yurdumu, öz havasına. Çox sağ olun. Nədən musiqi gözəl olar? Teşekkür edirik. Bir şeirdə sizdən hiss edirəm ki, sözlər də oxşuyorsunuz Adilə xanım. Adam olmaq asandırmı, çətindirmi soruşdunuz. Bir şeirim yadıma düşdü. Lütf eylə söylə yahu, kimə yanım yaxınım, kimdən qaçım, ilahi qaçım, kimə sığınım. Ya rəhm eylə bu cana, ya ətəyin silkələ, qanad çalır quş kimi ürəyimdə bəlkələr. Sudan yaranır insan, yuxuları kəşf olur, niyə əli dəyən yer yanır, od atəş olur. Qeyri dinlər, irklər, nəfis şərə meyl edir, ağlayan gözlər fərqli, göz yaşları eynidir. Adilə haqq arama, gecədə yox, gündə yox, səndə olmayan nəsə deməli heç kimdə yox. Saraylar güman yeri, günahsız küçə tindir. İlahi, bu dünyada adam doğulmaq asan, adam ölmək çətindir. Doğrudur. Teşekkür edirik sizə əslində. Çox gözəl Deyir bir şeydir. Nərgiz xanım, deyir dünyadan 450 yapışma hədər. Qazandan pay götür, yediyin qədər. İnsanlıq olmaq, insan kimi ona dayaq olmaq, söykənmək hər bir oğlun işi deyil. Bu nər kişinin işidir. Doğrudur. Həqiqi mənada. Siz az öncə mədəniyyətdən danışdınız və biz bilirik ki, bizim mədəniyyətimizin böyük bir qolda bizim musiqimizdir. Sözsüz ki, ələxüsus da milli musiqimizdir, muğamımızdır. Və əgər ki, bugün burada bu cür sənətkar əyləşibsə, düşünürəm ki, tamaşaçılar böyük zövqlə onu dinləmək istəyirlər. Və mən bugün sizi müşahidə edən sənət yoldaşlarının təqdimatını istəyirəm edim. Biraz gecikmiş olsa da Tarda Rəşad İbrahimov, Kamançada Təbriz Yusubov, Klavişdə Habil İsmailov və Nağarədə Ruhullah Dadaşov bugün sizin də bizimlə bərabərlər. Buyurun Tərməm, söz sizlərdir hal-hazırda. Məndən uzaq gəzən gözəl, könlümə düşmüsən yarım. Ürəyimi üzən gözəl, könlümə düşmüsən yarım. Ürəyimi üzən gözəl, könlümə düşmüsən. Dağlar qar istəyən kimi, dağlar qar istəyən kimi, xəstələr istəyən kimi, könlümə düşmüsən canım. Xəstələr istəyən kimi,
Mən demirəm ürək deyil, könlümə düşmüsən yarım, ah, könlümə düşmüsən yarım. Mehribanım bağı eşkin ey müetter su seni. Mehribanım bağı eşkin ey müetter su seni. Koyma öpsün gizlice her bülbülü bedhu seni. Mən sənin bir rəhmidirsən yadınam, gəl qoynuma, gəl öpüm, gəl oxşayım, ey nazənin ahu səni. Ağlayan mən balayam aman ey. Ağlayan mən, ah edən mən, bilməzəm əmma neyçün. Həm çıxar ağuşuna, gah o sənin, gah bu sən səni toplayıp keyşu izərin, harını çıxsan çölə. Toplayıp keyşu itərin, harını çıxsan çölə. Əl çəkər aydan fələk, ancaq tanır məhru səni. Ey səhrasında sərgərdən gəzən bir teşnəyəm, sevgilim nə olur, içsəm şəhri zulalı bu səni. Müşfiqə Müşfiqə iqlimi sevdadan ziyanın yox fəqət. Pirimi şan ilə yıxdı ey tirimi şan ilə yıxdı. Bir kaman əbru səni, bir kaman əbru səni. Bağa girdim bağbanını görmədim, dəstə tutub güldən çənə görmədim. Bağa girdim bağ
balam. Mən qurban olmuşam ay qaşlarına, həsəd çəkir inan ay qaşlarına. Mən heyran olmuşam ay qaşlarına, həsəd çəkir inan ay qaşlarına. Canım qurban olar ay qaşlarına, canım qurban olar ay qaşlarına. Dərdimin dərmanı ayala göz balam, gözlərim qurbanı ayala göz balam. Dərdimin dərmanı ayala göz balam, gözlərim qurbanı ayala göz balam. Dərdimin dərmanı ayala göz balam, gözlərim qurbanı ayala göz balam. Dərdimin dərmanı ayala göz balam, gözlərim qurbanı ayala göz balam. Teşekkür edirik. Çok sağ olun bu güzel ifaya göre. Sevgiden bəhs olundu əslində mahnıda və mənim bir kitab var hal-hazırda əlimdə. Sevgi qum saatıdır Adilə xanım söylüyor və deyirsiniz qəlbimi doldurduqca ağlımı boşaldıram. Əslində əsl sevgi, məhəbbət yəqin ki ağılla hesablaşmır da Adilə xanım. Siz də əgər sevgini qum saatına bənzədirsinizsə, deməli getdikcə süzülür, azalır sevgi. Amma qum saatını bir gözümüzün önünə gətirək, onu əks tərəfə çevirəndə yenidən işləyə bilir. Sevgini necə? Əks tərəfə çöndərsək yenidən Ümumiyyətlə, sevgi ağlın olduğu yerdən qaçır. Buna təəssüflənmək lazımdır yoxsa? Xeyr, ancaq təəssüflənmək lazım deyil. Ağılla sevgi ikisi bərabər yürüsələr yaxşıdır. Amma xüsusilə şairlərə sevgi biraz daha çox Verilirmi? Daha çox üstün olur, bəli. Yəni, qum saatı kimi bölsək, deyək ki, amma yəni, sevginin daha çox üstələndiyi məqamlar şairdə çox olur. Sırf şairlər üçünmü sevginin rəngi? Xeyr, ümumiyyətlə qırmızıdır Adilə xanım, yoxsa? Xeyr, ümumiyyətlə sevginin rəngi qırmızıdır. Niyə görə bu qənaətə gəlmişsiniz? Sevginin rəngi, sevgi xoşbəxtlik deməkdir. Xoşbəxtliyin rəngi də qırmızı olur məncə. Əvvəlcəm, siz bu mövzuyla bağlı nə demək? Sevgini ancaq o iki məxluqun üzərində qurmaq lazım deyil. Siz biraz qaçırsınız, değil mi? Yox, həqiqi mənada sevgi Allah eşqi var. Sözsüz ki. Allah eşqi var, vətən eşqi var və iki gəncin bir-birinə olan məhəbbəti var. Sevgi sevmir utancağı, lovğanı. Sevgi sevmir yalanla doğulanı. Sevgi sevir aydan duru olanı. Bax, ona yaraşıram bu dünyada mən. Sevgidə görürəm hər haqqı, hesabı, onunla yanaşı açıram sabahı. Necə də gözəldir idrakı, camalı, bax, ona yaraşıram bu dünyada mən. Ağıl başqa şeydir. Ağıl başqa şeydir. Ancaq ürək başqa şeydir. Qəlb başqa şeydir, köks başqa şeydir, könül başqa şeydir. Ah başqadır, qəm başqadır, fəğan başqadır, nalə başqadır, qüssə başqadır, fəryad tamam başqadır. Bunlar hamısı ayrı-ayrılıqda özünün öz dünya görüşlərinə məxsus olaraq öz sevgisini gətirib ortada cəm olmaq üçün onun öz dünyası var. Sevginin özündə də bilirik ki, həm bir xoşbəxtlik var, həm sevinç var, həm kədər var, hicran var. Elə deyil mi? Hicran, vüsal. Siz söylüyorsunuz ki, sevinci kədərə vermə, gəl, sevinmək insana xasdır əzəl. Müdrik sözlərimizdən, elə deyil mi? Sevinci kədərə kim vermək istəyər ki, Ərvad müəllim? Yəni, kədər özü gəlib alır onu bizim əlimizdən. Ümumiyyətlə, bu dünyanın... Elə anlar yaşanır ki, sevgini kədərə verməyə yaxın buraxmırsan. Kədər özü gəlir. Kədər özü gəlir. Sevgini ona qaçırtmaq istəyirsən, ancaq ona nail ola bilmirsən. Həyatda bunlar hamısı təcrübədən keçir. Yaxşı, bəs bu dünyanın sevinci daha çoxdur, yoxsa kədəri? Əlbəttə ki, bu dünyanın deyərdim ki, sənə nə sevinci çoxdur, nə kədəri. Onu necə yaşamağı bacarırsansa, o cürdür. Yəni bizdən asılıdırmı? Bəli, o sənin öz alın yazısı deyilən bir ilahi qüvvəlik var. Bu bəxt var, talih var.
Bu bəs bayaq mənim şeirimdə də bu səsləndi, öz əksini tapdı. O tali, o qismətində varsa əgər, sən ona həmişə nail olmalısan. Ancaq zəhmət hesabına. Sən otur evdə ki, mən nəsə mənim üçün gələcək. Xeyr, elə deyil. Səndən hərəkət, məndən də bərəkət. İlahi bir qüvvə varlılıq var, həqiqi mənada. Bax, mənim burada bu vətənlə bağlı, həqiqi mənada, bu yurdumla, yuvamla, doğulduğum məkanla bağlı seyr eyləyib bu dünyanı dolandım. Çünki Şamaxı mühiti elə bir mühitdir ki, mən Şamaxı mühiti ilə səsləşmişəm. Xəqanisi, Nəsimisi, Füzulisi, Seyidi, Sabiri, bunlar bizim dahilərimizdir. 60-70 kitabı olanlar var. Ancaq bir kitabı ilə bütün dünyanı fəth edən Mirzə Ələkbər Sabirimiz var. Bircə kitabı var, Hopopnamə. Bircə kitabı var. Bütün dünyanı gəzir. Odur ki, seyr eyləyib bu dünyanı dolandım. Şamaxının xeyri, şəri gözəldir. Sərin bulaqları, təmiz havası, motalda pendiri, dəri gözəldir. Dilimdən düşməyir ney zənguləsi, alim muğamatı, zabit nəğməsi, əhliman havası, saz deyişməsi, Aşıq Məmməd ağa yeri gözəldir. Çaylının torpağı, göylərin eli, Şamaxının sözü, Şirvanın dili, Quranlı ocaqda babamın əli, zəhmətkeş insanın təri gözəldir. Seyidi Sabiri Məhəmməd Hadi, doğmadır yurdumun qohumu yadı, Şirvan seyrəngahı İbrahim Şahı, sarayda xanımın zəri gözəldir. Söhbət içində gizli dünyası, qızların xalası, bəyin anası, çadır toyxanası, elin aynası, Əlvahid desə, şeiri gözəldir. Əlvahid desə, şeiri gözəldir. Təyyar oxusa, manisi gözəldir. Həqiqi mənada. Təşəkkür edirəm. İndi belədir. Bu elə bir gözəllik aləminə düşmüşük ki, bugün doğrudan da bizim tamaşaçılarımıza olan bu ovqatına bir sovqat payı göndərməyimiz həqiqi mənada yerindədir. Düşünürəm ki, belədir. Bəli, inşallah ki, belədir. Adlı xanım, bilmirəm, Əlvahid müəllim, sözlərinizə bir əlavəniz olacaq ya yox, amma bugün biz sevgi şeirlərini də böyük məmnuniyyətlə sizdən dinləmək istəyərdik. Şeirləri də oxuyarıq. Deməli, siz o dərddən danışdınız. Sevgi gözəldir, ya dərd hansı yaxşıdır, hansı çox, hansı azdır. Bir şeirim yadıma düşdü. Adamın adam dərdi, daşın da daş dərdi var. Əgər sevgi xoşdursa, xoşun da xoş dərdi var. Xoşun da xoşun. Daha bir şeiriniz mənim yadıma düşdü, Adlı xanım. Canımda deyirsiniz, ağrı var, rənglərə bölmüsünüz, qapqara, gömgöy, sapsarı, ağappaq və yaxud rəngi yox. Bəs sevincin, xoşbəxtliyin rəngi necə? Bayaq dediyimiz kimi, xoşbəxtliyin rəngi qırmızıdır. O demək deyil ki, yəni bu Əlvahid müəllim biraz başqa yönə çəkdi. Ümumiyyətlə, xoşbəxtliyin bütün ampulalarında hansı aspektdən baxsa xoşbəxtliyə elə rəngini yenə qırmızı görərik. Xoş gün deməkdir. Xoş günün rəngi qırmızı olar. Qaranlıqda nə xoşbəxtliyi ola bilər? Sözsüz ki. Davam olaraq bir şeir alaq mı sizdə? Ömrün payızında görüşdük yenə. İndi sənə nə söyləyim, nə deyim? Yaxşı tanımazsan üzdən bəlkə də, əyil bir də könlümə bax, sevdiyim. Bahar idim, çiçək idim, gözəldim. Vurulmuşdun məndəki ox duruşa. İllər ötdü, yaya döndüm, gözlədim. Mənəm hələ sənsizliklə vuruşan. Dünya eyni sevilənlər, sevənlər. Dəyişilib hekayələr fərqlidir. Yəqin indi baba oldun, nəvələr. Həyatının anlamıdır, rəngidir. Mənsə təkəm, xəyallara dalıram. Xəyalımın adı sənsən yenə də. Əyil, bir də könlümə bax, sevdiyim. Üzdən yaxşı tanımazsan bəlkə də. Şeirlərinizdə əslində fəlsəfi məqamlar da çoxdur, Adlı xanım.
hal-hazırda əlində tutduğum bu şeiri istərdim bugün sizdən xahiş edim, əgər əzbərinizdə varsa təbii ki. İlahi, qəbul et varlıyam səndən. Baxma ki, dilimdə min bir ahım var. Sənin mənim kimi günahkar bəndən, mənim sənin kimi bir Allahım var. Təşəkkür. Əslində, insanların çoxu öz günahlarını boynuna almırlar da, elə deyilmi? Amma düşünürəm ki, siz bax bu yazdıqlarınızla bütün günahlarınızı yumusunuz, Adile xanım. Bəli, insan ümumiyyətlə günahkar bəndədir. Yəni, bu bizim günahımız deyil. Mayamızda var o. Yəni, insanların heç birini mən günahkar hesab eləmirəm. Çünki biz yarananda mayamıza o günahı qatmışdılar. Artıq. Bəli, artıq. Buyurun, o vaxt ki, şeytana izin verilmişdir. Gəlin bu qəmli notlardan çıxar. Doğrudan da bir sevgiyə, həqiqi mənada mənim də o səfərim olub belə bir. Deyir, duman dağa naz eylər. Dərdin, qəmin az eylər. Bülbül xoş avaz eylər sən görüşə gələndə. Oyanar yuxudan şəhər, yollarına işıq düşər. Ürəklər də hey sevinər sən görüşə gələndə. Yarpaqlar pıçıldaşar, öz eşqi ilə qucaqlaşar. Məhəbbəti aşıb daşar sən görüşə gələndə. Külək busa alar güldən, ovçu ovun salar əldən, bir xatirə qalar bizdən, sən görüşə gələndə. Şairlər şad günün anar, şairlər şad günün anar, eşq odunda daim yanar, dodağına gülüş qonar, sən görüşə gələndə, sən görüşə gələndə. Tək ki, sevənlərin gözü heç vaxt yolda qalmasın deyə. Bəli, o görüşə gəlmək, bilirsən nə deməkdir? İnsan dünyası ilə tamam başqa bir aləmə çevrilir, öz dünyası ilə insan. O gözlədiyin ki, gəlib hasil olur. O eşq, məhəbbətdir. Bax, xanım vurğuladı orada həqiqi mənada. O ki, gəlib o hasilə düçar olursan. Sən onunla qaynayırsan, bulaşırsan, onun tozuna, torpağına, onda aləm tamam başqa olur. Sevgi başqa şeydir. Yaşamaq üçün yarın. Sözsüz ki. Çox az zamanımız qalıb. Adile xanım, varmı yenə sözləriniz? Qələm qırıb qəfəsini, yazır məhəbbət şeiri. Bu axşam tər nəfəsi ilə yazır məhəbbət şeiri. Dünya aləm sevgi dolu, açılıb könlümün yolu. Dil-dil ötən bir bülbülü, yazır məhəbbət şeiri. Qəlbim oda yanır hər gün, gözlərim yoluna sürgün. Əlim nə soyuq, nə yorğun, yazır məhəbbət şeiri. Ovunubdu ahın özü, yada düşüb şahın özü. Göydə də Allahın özü, yazır məhəbbət şeiri. Düşünürəm ki, bu cür gözəl notlarla da buyurun, şairlərimizin ürəyi doludur bugün. Mən ki, axtarardım əhdə-varımı, müftəla olmaya dərdə yarımı, qurbanlıq demişdim ixtiyarımı, yetişmədi arzum murada çatım. Köksündə yer tutdu xalis ədalar, insanlığa bais oldu gədalar, səsə düşdü səssiz olan sədalar. Söz önündə sözüm Şiraza çatım. Mən ki yandırardım nurlu çırağı, dağların döşündən axar bulağı, şairlər sözündən verər sorağı, səbir möhtaca dözüm imdada çatım. Ustad həm bəşəri, həm millidir, sözün meydanında o hal əhlidir. Bu il Əlvahid çaylı ilidir, kaş yanan ocağa, cəm oda çatım. Kaş yanan ocağa, cəm oda çatım. Çox sağ olun. Çox sağ olun. Mənə bir nəğmə oxu, darıxdım. Qurtar məni sıxıntıdan, dünən getdiyim yoldayam, hələ də karıxdım.
keçmişimdən, bir gənc qızın yetim səsindən, mənə bir nəğmə oxula pa xəstəsindən, mənə bir nəğmə oxu, darıxdım. Göy üzündən, dəniz mavisindən, bu dünyanın soyuğundan, istisindən, bu günümdən, ümidsizliyimdən, mənə bir nəğmə oxu, darıxdım. Od yanır sinəm altda, qar ol yağ, biraz üşüt, donuram, günəş ol, biraz isit. Bulud oldum, doldum neçə ildir gözlərinə, axdım, axdım. Ay Təyyar bəy, mənə bir nəğmə oxu, darıxdım, mənə bir nəğmə oxu. Bu nəğmə oxunacaq son olaraq. Təşəkkür edirik. Xüsusi zövq verdiniz bugün bizə. Şeirlərinizlə hər ikiniz təbii ki. Minnətdarlığımızı bildiririk sizə və yekunlaşdırırıq proqramımızı. Artıq sonda söz sizdə olacaq. Təbii ki, musiqiçi dostlarımıza da minnətdarlığımızı bildiririk bu gözəl müşayiətə görə. Mənim qısaca bir təşəkkürüm olacaq. Bugünkü libasa görə podium.net onlayn mağazasına minnətdarlığımı bildirirəm. Çox zövqlü, dəbdəbəli geyimlər, həm gündəlik geyimlər, həm ziyafət geyimləri çox rahat şəkildə 2 saat ərzində pulsuz çatdırılma və yerində ödəmə. Podium.net onlayn mağazasına təşəkkürümüzü bildirib bugünkü bax bu cür gözəl al-əlvan geyimə görə. Və sağollaşmağın məqamı artıq gəlib çatdı. İnşallah gələn həftə bazar günü görüşmək ümidi ilə deyirik. Buyurun, Tərməm, söz sizdədir. Əzizim ey dağdan əvaya, el köçüb ey dağdan əvaya, Məcnun xəyallı köllüyə, Leylisiz baldan avay. Əzim ey gül gözəl, əzim gül gözəl, gül gözəl, güldan gözəl, əzim gül gözəl, gül gözəl, güldan gözəl. Yarım mənə bir gül verdi, özü o güldən gözəl. Duman gəl keç bu da